Amerikalı analitik məşhur Gobel planının müəllifi Paul Gobel, Amerikalı jurnalist Kuan Lisoskiyə müsahibəsində vitse-prezident James David Vance'in Ermənistan və Azərbaycana səfərini şərh edib. Gobel, Vance'in səfərinin Trump marşrutu layihəsi, Zəngəzur dəhlizi irəliləməsini təmin etmək məqsədi daşıdığını bildirib. Onun fikrincə, Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin İrəvana gəlişi seçkilərdə Paşinyanın əlini gücləndirəcək məqamdır. Amerikalılar Paşinyana kömək edə bilərlər. Çünki Ermənistanın baş nazirinin problemləri var. Kilsə ilə qarşıdurmadadır. Qarabağ erməniləri ilə problemləri mövcuddur. İqtisadi problemlərin olduğu da məlumdur. Rusiyanın Ermənistandakı seçkiləri pozmaq cəhdləri gözləniləndir. Lakin İrəvanda Vaşinqtonun dəstəyi ilə hərəkət edəcəklər, o bildirib. Gobel hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazasının bu yaya qədər çıxarılması ilə bağlı razılaşma ola bilər. Gümrüdəki bazanın ölçüsünü azaltmaq, hətta tamamilə bağlamaq planını görə bilərik. Amerikalı analitik bildirib ki, Vance'in səfəri Bakı üçün daha vacibdir. Vance səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Azərbaycanın yanında olduğuna zəmanət verəcək. Zəngəzur dəhlizinin icrası prosesinin sürətlənməsini təmin edəcək və İranda rejim dəyişikliyi olacaqsa, Amerikalılar Bakıya kömək edəcəklər. Gobel belə düşünür. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.